Hepinizi salamlayırıq dostlar, bilirik ki işləriniz qaydasında da siz Ailə Futbol YouTube kanalındasınız və bu var arxası verilişidir. Burada biz Çempionlar Liqasını müzakirə edirik. Hal-hazırda 8-də 1 final mərhələsi tam olaraq yekunlaşdı və ona görə də bizim artıq spikerlərimiz sizin qarşınızdadır. Bəli, möhtəşəm insanlar, Kylian Mbappe'nin transfer bilgisinə ayrılma səbəbi olan həmin şəxslər. İlk öncə Elvin, Fərman, mən Abdul və bizim yeni spikerimiz artıq 15 dəqiqəlik tanışıq olan şəxslə Murad. Artıq formasında görürsünüz ki, o Chelsea fanatıdır və vaxt itirmədən elə Muradın şərəfinə başlayaq Chelsea PSG maçından. Amansız bir mübarizə getdi burada və fikirləriniz maraqlı bu haqda. Chelsea məsələsi biraz ağır məsələdir. Bütün Chelsea azərkeşlərinə başsağlığı diləyirəm. Sən bir də siqaret yandırdın. Çəksəydim yandıdardım. Məsələ ondadır ki, Chelsea'nin belə oyun göstərməsi yaxşı oyun göstərdi Chelsea. Yəni ən azından qorxaq oyun göstərmədi, çıxdı oyunu göstərməyə çalışdı. Sadəcə olaraq iki komanda arasında oyunçuların klası, yəni səviyyəsi çox böyük fərq yaratdı. İlk oyunda Chelsea məncə daha gözəl oyun göstərdi. Sadəcə olaraq ikinci oyunda PSG-nin 2 dənə qolu erkən vurması Chelsea-ni artıq moral olaraq planlarını da hələ bir şey dəyişdirdi. Bütün planlarını dəyişdirdi. Üstəlik də dediyim kimi, yəni komanda stabil deyil, rəhbərlik nə edəcəyini bilmir, futboldan uzaq bir rəhbərlikdir və sezon ortasında da məşqçi dəyişir. Əvvəlcə Abramoviçin vaxtında sezon ortasında məşqçi dəyişmək həmişə öz nəticəsini verib. Timoteos olsun, Tuchel olsun. Amma indiki vəziyyətdə no-name məşqçini gətirmək və nəzərə alsaq ki, sən komandanda lider yoxdur. Çempionlar Liqasında oynamış bu heyətin içində Çempionlar Liqasında indiyənə kimi oyun keçirmiş sadəcə olaraq meydanda olmayan Rhys James idi, Chalobah idi, bir də Enzo Fernandez, hansı ki Benfica heyətində Çempionlar Liqasını oynayıb. Digərləri hamısı yəni 21, 22, 23 yaşlı uşaqlar. Murad, amma no-name məşqçi demişkən, yaxşı ki elə mövzuya doğdun, çünki bizi biraz sürütlüydülər şəhərlərdə. Sonra bizə izah etməyə çalışdıq ki, biz demirik ki, Chelsea top klub deyil. Chelsea-nin olsa top oyunçuları yoxdur. Bəlkə də səbəblərdən biri ola bilərmi ki, əvvəlki Chelsea-nin hansı ki biz bir də kubok yarışlarında, playoff yarışlarında mən Chelsea-ni çox döyüşən bir komanda hesab edirəm. Real da Chelsea onlar bu kateqoriyadadır. Ki onlar liqada yox, daha çox playofflarda güclüdür. Ad olaraq Chelsea təbii ki top klubdur. Yəni Çempionlar Liqasının qalibi, İngiltərə çempionu bir neçə dəfə. Sadəcə olaraq hal-hazırda Chelsea top klub kimi özünü belə deyim aparmır. Nəyə görə? Heyətində aparıcı dünya liderləri yoxdur. Tamamilə Cole Palmer, Enzo Fernandez dünya çempionudur falan filan, amma yəni o deyil də. Üstəlik transfer siyasəti, baş məşqçi siyasəti Chelsea hal-hazırda belə deyim, bəlkə də bir Arsene Wenger'in vaxtındakı son illərindəki Arsenalı xatırladır. Amma bir tərəfdən bax, sən bir azarkeş kimi okey, açıq futbol oynadı. Deyə bilərək ki, halal xoşunuzda açıq futbol oynadınız. Bir tərəfdən belə oynaya bilərsən, 8 qol buraxa bilərsən. Bir də var ki, biraz bağlı futbol oynayıb nəticə qazana bilərsən də. Yox, bağlı futbol göstərmək üçün gərək ən azından gözəl müdafiəsi olsun. O da onlarda yoxdur. Elə açıq futbol oynamaq yeganə çıxış yolu idi. Sadəcə olaraq orada biraz bəxt amili də rol oynadı. XG-yə baxsanız görəcəksiniz ki, hələ birinci oyunda 5 dəfə qol vuran PSG heç bir qolluq XG yaratmamışdı. Fərman, Elvin, nə fikirləşirsiniz? PSG artıq xodlandı, normal, yoxsa hələ o deyil? It's time. PSG deyir, ultra başlayır. Birinci oyunda dediyim kimi, ikinci oyunda eyni ssenari ilə getdi. Hücumları Chelsea eləyirdi, qolları PSG vururdu. Biraz o maraqlıydı. Bilməm sənin üçün necə Murad, amma mənim üçün bu Chelsea-nin yeni bu qurduğu heyət, taktiki gedişləri mənim xoşuma gəlir. Sadəcə olaraq komanda ilə yenidir, biraz vaxt verməyə lazımdır. Timboli də PSG kimi komanda çıxdı bəxtlərindən qabağına. Ən güclü rəqib düşdü də. Bəlkə də yəni ya Bavariya ya PSG indi hal-hazırda ən güclüdür də. Yenə də sən demişkən XG yüksək olan bu tərəf idi, amma qolları onlar vururdu. Bu da fərdi ustalığa gətirib çıxardır ki, onu yəni Xviça kimi, Barkola kimi, Vitinha xüsusizdəki oyunçular çıxıb oyunu həll edən oyunçular. Elə bir oyunçular Chelsea-də yoxdur. Və gələcəkdə mən uğurlar arzulayıram və inanıram ki, gələn il daha yaxşı, daha qüvvətli Chelsea-ni görə biləcək. Əgər baş məşqçini dəyişməsə. Mən hardasa oyundan əvvəl biraz inamım var idisə Chelsea-yə ki, hardasa da demirdim keçəcək. İnamım yox idi. Sadəcə bəlkə də bir maraqlı bir iki tərəfin qol vurmaqlarını görərdik, amma
tez gol bütün planları alt-üst elədi və sözün açıq birinci qoldan sonra mən Chelsea 5 qoluna inanmadım. Ya 4 qolla da birinci deyə 2-0 və Chelsea sadəcə oturub orada oyunu baxıb Birinci qoldan sonra Chelsea'nin 3 qoluna da inanmadım mən. heç mən ikisini inanmırdım Amma amma hələ yenə PSG heç sonuna görə ehtiyatı var ha. Ruslar demişlər zapas. Mənə nəsə deyirlər. Doğrudan da yenidən belə bir ki turbo, nitro, nə bilim nə deyir, başlayır oynamağa və əlbəttə ki. Chelsea-də uğurar və PSG-də uğurar. Katalon baş məşqçilərin, yəni dəstə xətti də. Bizim üçün problem deyil. Nəyə görə sezonun əvvəlində bütün gücünü verməyib, sezonun müəyyən bir hissəsindən sonra artıq başa. Guardiola da bunu City-də eləyirdi. Hal-hazırda Luis Enrique Əsas şey o idi, elə. Keçən növbəti oynandı. Keçəkdir. Keçək. Mən buradayım. Birinci verilişdə ucal deyib. Axşamınız xeyir olsun. Uşaqlar, siz Chelsea, PSG haqqında öz fikirlərinizi qeyd edin. Chelsea nəyi dəyişməlidir? PSG Çempionlar Liqasının əsas favoritidir yoxsa yox? Biz isə vaxtı ilə keçirik növbəti oyun müzakirəsinə. Sporting Bodo Glimt matçı 5-0 cavab oyunu əlbəttə ki möcüzə dayandı. Norveç möcüzəsi demişik artıq yoxdur Çempionlar Liqasında və bizim iştirakçıların bu haqqda fikirləri maraqlıdır ki, Bodo Glimt nətər oldu ki, belə oldu? Niyə oldu? Maraqlı oldu ki, keçən veriş biz dedik ki 99-un biri idi. Bir dənə Elvin 100% idi. 100%. Fərqi yox idi də belə baxanda dediyimizdə. Amma Sporting göstərdi ki, öz meydançasında belə deyək, toparlanıb Inter eləyə bilmədiyini etdi. Güclü, sürətli futbol, pressing və Bodo Glimt məncə çıxmışdı sadəcə 3-0-ı qorusun. Hardasa kontratakda, əks hücumlarda bir nəsə edə bilsin. Sonra Sporting da onu da yox elədi. İlk oyundan sonra daha yaxşı analiz eləmişdilər. Bəli, Inter səhvlərini düzəltdilər hardasa. Elə onu deyəcəkdim ki, baş məşqçi yeganə adamdır ki, bunları ciddiyə aldı və başladı Bodo Glimt'in oyunu analiz eləməyə. TikTok'a girdi, Qurban Mizola baxdı. Qurban da salamlar gördü də. Yəni nə qədər absurd olsa da bunu demək istəyirəm. Bir balaca Bodo Glimt də arxain oldu da. Prista 3-0 vurmuşuq da bunlar kimi. Yəni Sportingin göstərdiyi oyun bir tərəfi 3-cü qoldan sonra oyunçu topu götürüb sentrə qaçırdı, amma o nə olub deyanda artıq 4-5-i də eləmək istəyirdilər əsas elə vaxtda. Overtime-a belə getmək istəmirdilər. O fairy tale bitdi. Bir nəfər istəyirdi overtime-a getmək, o da əlbəttə ki qeyd etməliyik Nikita Haykin. Çünki Sporting ilkçidə gözlənilən qollarda reytinqindən, yəni artıq 7-ni partlatmışdı. Nikita Haykin olmasaydı artıq heç ekstra time-a getməyə ehtiyacı qalmazdı və biz daha tez Real City maçını müzakirə edə bilərdik, baxa bilərdik. Amma siz Real demişkən gəlin elə keçək oyunun müzakirəsinə. Bodo Glimtə isə təşəkkürlər bu Çempionlar Liqasına görə. Keçək City Real maçına. Bir sənə maraqlıdır. Bu verişi dəstəxətti dəyişəcək yoxsa yox? Yəni bir sənə mənada hardasa futbol çərçivəsində futbol çıxmalar rahatıq da. City Real maçında belə kimsə gəlib yandırıb deməli idi ki, qaqa, bəncə City keçəcək. Eyni çön dedik. Mən istəyirəm çünki nə vaxtsa olacaq ki, 4 dərs 2-30 desin qardaş, növbəti mərhələ bu keçsin və o komanda həqiqətən keçsin. Olacaq belə bir şey yoxsa yox? Elvin, hə? O da Bavariya. Qaydaq Muradın Fərman qohumu döyəsən. Biz yaxın oldular. Katalon məşqçilər demişkən Murad. Var bir dənə Katalon məşqçi hansı ki belə yüngülvari əsas mövsüm əsas mərhələsində Nitoşda hazırlaşmır. Hazırlaşır, prosta hər dəfə Real düşür. Yola vermir, Real prosta imkan vermir də nəfəs alsın. Amma əslində Guardiola ilk oyundan fərqli olaraq hardasa öz səhvlərini dəyişməyə çalışdı. Elvin burnunu çəksə deyəcəm. Murad Elvindən sonra mən gəldim hələ. Yəqin ki, Doku çəkindi. Muradla belə inanma danışan fikir vermir. Mən Muradın ancaq belə 2%-ni görəndə burada normal. Murad öz fikirlərini yəqin ki, Doku və çəkindi əsas heyətdə olmağını deyirsən. Hə, heç payt eləmirsən ki, 300 dəvə çəkirik. Görürsünüz ki, bax, boğazım da gedir deyir ki, dübənlarla. Keçin, götürün, siz danışın. Ne danışmışsınız serial oyununda? Nə 600 dəfə görüşürlər? Açığı, ikinci oyundan danışırıq da. Mən Real Madridin nə azərkeşiyəm, nə də heyteriyəm. Amma sosial şəbəkələrdə gördüm ki, yenə hakim falan filan düzdür. Müəyyən oyunlarda müəyyən qərarlar olub ki, qərəzli qərarlar olub və hardasa bu stereotip ona görə yaranıb Reala qarşı. Amma şəxsən mənim fikrimcə Bernardo Silva'nın epizodu %100 penal və qırmızı
qırmızı idi. Nəyə görə qırmızı və penaltı? Çünki qanun açıq-aşkar deyir, əgər qapıya gedən top əl vasitəsilə saxlanılırsa, yəni qol qarşı alınırsa, bu qırmızı kart və penaltidir. Yəni burada ikili cəza falan filan söhbəti deyil artıq. Real xeyterlər deyə biləcək iki məqamlardan birinə toxundu. Birincisi offside idi ki, hansı ki UEFA-nın möhtəşəm montajyorları, operatorları qərar gəldilər ki, 20 dəqiqədə olan epizodu, o offside məsələsi göstərir fasilədə. Birinci, aradakı adamlar yəni tualetə gedir, harasa kuxnaya gedir, orada göstərir bir dəfə. Bir dəfə də yadlarda 70-li bir dəfə də göstərir. 70-li dəqiqədə biz hamımız gördük ki, həqiqətən Ruben Dias'ın çiyini onside vəziyyətini yaratdı və orada offside-dən söhbət gedilməz. İkili cəza məsələsində mən sənə tamamilə razıyam. Əgər top qapıdan çıxarılırsa, uşaq Luis Suarez qanı, yəni 2010-cu ildə eyni məziyyətdir. Eyni şeydir. Yəni burada fərqli vizual olaraq fərqlidir, amma məntiqi eynidir. Yalandan belə gizlətməklə deyil də. Yəni sən dünənin oyunçusu deyilsən, komandanın kapitanısan. Yox, bu gizlətmədi. Bu açıq-aşkar Elə gizlətmə yoxdur bura. Yox, yalandan bu nə deməkdir də? Güya mən əsis oynayıram, əlini də belə qəşəng də qoyursan. Bir çıxa-çıxda da özünə Ruben Dias'la söhbət edir ki, mən belə edirdim. Yer rədd ol ki, kişisən var. Veteransan sən komanda və neytral azərkeş mənə də heç ona görə də gedir Superligaya da yəqin ki. 100%. Çox güman. Superliga hansıdır? Səudiyyə Ərəbistan, Türkiyə, o da variant var ki. Orada bir məsələ var idi ki, oyundan əvvəl biz ikinci oyundan əvvəl hamı dedi ki, Real'ın keçmə şansı əlbəttə daha çox idi. Bir dənə Elvindən başqa. Agüero ilə oturub durduğuna görə. Orada bir Nə mənada? Maradona kürəkləri. 60-ın 40-a demişdi ki, 3-0 Yox, prosta da indi qulaq asmışdı o. Nəysə. Oyundan baxdıqda 20 dəqiqədə hardasa bir qol acanda mən inanmırdım ya estağfurullah. Hardasa görsənirdi ki, City nəsə etmək istəyir. Sadəcə Real o tempi, pressingi dözməli idi və kontratakda, əks hücumda qırmızı qol və ondan sonra City-yə inam itdi. Və əlbəttə City bəlkə özü də başa düşürdü ki, ikinci hissədə yorulacaq. Çünki çətin idi də 10 nəfərlə oynamaq. Nə qədər çalışsa da heç alınmadı. Sadəcə Realdakı möhtəşəm oyun göstərdi. Heç kim gözləmədiyi bir anda. Fran Garcia-la sol cinah Bir də müdafiəsində. individual olaraq, yəni hər kəsin xeyt göstərdiyi bir oyuncu var. Real Madriddə. Yox. Hoşen qol elədi abi. Vinicius'u dedim. Yəni Vinicius bu oyunu möhtəşəm Həm oynadı. söyləsən tərəflənsə oyunçudur. Bir tərəfdən qələbə qazandırdı, digər tərəfdən 5 qol vura bilərdi, vurmadı. Amma sizə bir sual var, möhtəşəm oynadı. 4-5-1 taktiki sxemindən istifadə elədi Arbi o hər iki oyunda və Pitarsı çıxardırdı meydana, Kamavinganı çıxardırdı, kimi hissə çıxardırdı da meydana, çoxlu yarımdafiə çıxardırdı. Sizcə Kylian Mbappé ilə Jude Bellingham'in qayıtması fonunda qayıdacaqlar da keçdiniz. Real yenə belə oynaya biləcəkmi Arabiyanın rəhbərliyi altında? Yoxsa elə burada da dayandıq getdi? Çünki birisi də Mbappé ilə Bellingham'lə nəsə partlayış olsa, partlayış olmasa deyəcək ki, Mbappéyə görə komanda pis oynayır. Yəni o cür Mən elə gəlir ki, sadəcə bu sırf City-yə qarşı, yəni mərkəzi gücləndirilməsinə görə idi. Məncə Gələcəkdə yəni Mbappé-nin də Bellingham'da istifadə edəcək. Abdul biraz çox dərin getdi və uzağa getdi. Keçən növbəti oyunu. Sıfır atasiya şu amma yaxşı olacaq da bu. Əlbəttə ki. hər kəs görür ki, Real Madridin həqiqətən akademiyası var. Elə mırtıb durmayıblar orada. Dəyişdi hocam. Uşaqlar, siz City Real haqqında öz fikirlərinizi qeyd eləyin. Biz isə keçirik növbəti oyunun müzakirəsinə. Ölkəmizdə bir çox azarkeşi olan iki klub, hətta Liverpool və Galatasaray, nəhayət ki, Liverpool 3-cü dəfədən Galatasarayı məğlub edə bildi. Nəyə görə? Çünki Galatasaray öz meydanından çıxdı, nəhayət getdi səfərə və bu haqda fikirləriniz maraqlıdır. Nə dərəcədə maraqlı oyun keçdi əslində sizin üçün? Keçən verilişdə siz mənə Ələkbərlə Elvin də belə zarafatlaşdılar ki, ona görə də Ələkbər getdi də belə deyək ki, Elvin də gözləyir. Elvin də startdadır. Bəs Galatasaray Normal torba tikirlər abi. Ona Galatasaray görə Muraz Ərbəz Milanı danış Fərmana çox Sən unutma kimdən Ələkbər. çox sağ olun. Elə işte Galatasaray sən dedin ki, görmək istəyirəm. Bəli, Galatasarayın səfərdəki oyununu mən PSG-yə qarşı görmək istəməzdim. Çünki Galatasarayda Osimhen idi, hansı ki, o da əlindən zədələndi və Osimhen çıxmağında komanda bir 70-80% getdi. Allah şəfa versin. Və Liverpool doğrudan da bir 8-ə 1-də başa düşdü ki, oyun nümayiş etdirmək lazımdır və onu da göstərdi, sübut etdi. Salah bəli penal vurmadı, amma 4-cü qolu çox gözəl bir qol idi. Liverpoolun azərkeşdi. Artıq Galatasaray çəkmişdi. Razıyam səninlə hardasa, amma qolu yenə də qəşəng vurmuşdu. Bu Məncə faktı Salah dəyişmir ki, çox pis Salahla birlikdə komanda daha pis oynayır. İndiki Liverpool. Mən sənə razıyam. Bir dənə Galatasarayda
belə deyim də ürək ağrısı ilə qapçını qeyd etmək istəyirəm ki, qapçı çox gözəl oyun nümayiş etdirdi və çox qolun qabağını aldı. Olmasaydı bəlkə də bir 10 var idi. Bəlkə də Beşiktaşın partladırdılar rekordunu az qala. Galatasaray hər bir halda uğurar, növbəti ildə belədir. Amma Liverpool da ki, çox çətin oyun gözləyir PSG-yə qarşı. Özü indiki Liverpool. Məncə baş məşqçini dəyişmək lazımdır. Yəni gül kimi heyəti var. Kimi deyirsən? Galatasaray. Yəni Galatasaray Okan Buruk'u dəyişmək lazımdır. Məncə də. Yəni taksi gedişi sıfır. Mühariz tanışdığım var deyəsən, qardaşa biraz Xətmə təcrübəli dəydisə bağışdım. Ortada artıq söhbətlər. Doğrudan burada sual verdi. Arne Slot da getmədi. Onu deyirdim, kimi də deyirsən, ikisi də gedəsilər Salam bəyəzətlərdir. Mən də açıq elə bildim Arne Slot'u deyəcəksən. Yox, möhtəşəm qol vursa da, Salam ondan əvvəl 3-4 dənə möhtəşəm momenti vuramadı. Penaltidə də bilmədim, Panenka elədi, Nanenka elədi, Yox, nə yox, elədi. sadəcə o pis vurdu. Çox Murad Zərmət olmasa Superliga siyasətine Salahı da əlavə edərdin, onu da göndərilməsi. Bəli, yayda göndəriyorlar. Agentlərə yazaram. Galatasaray müdafiəsində onu deyərdim ki, Juventus səfərinə fərqli olaraq komanda anti-futbol oynamağa çalışmırdı. Sadəcə alınmadı. Sadəcə bacarmadı. Bacarmadı. Liverpool şansı yaratmadı və öz meydanında çoğaldı. Liverpool xatırladı ki, Liverpool'dur. Yaddan düşdü 8-ə. 5 oyundan 1. 5 oyundan 1 yadına salır. Yox, amma Çempionlar Liqasında daha yaxşı oyun göstərir Liverpool. Axı vaxtlar fikir vermişəm. Nəinki Premier Liqada Tottenhamla Çünki bir-bir Çempionlar Liqası Premier Liqa deyil də. Çempionship hamımız bilir ki, və az qala düşən klubla heç oynadı son turda. Artıq 6 komanda Premier Liqa 6 komandasına ikisi qalması onu göstərir ki, Premier Liqa həqiqətən dünyanın ən möhtəşəm komandalarına malik bir liqa. Bu arada Premier Liqa danışmışlar, gəl bir də keçək növbəti oyuna və orada əlbəttə ki, Murada öz qəribli suallarımızı verəcəyik. Bu bloku mən açmaq istəyərdim. Çünki keçən verilişdən sonra kommentariyada qəşəng yazdılar və bildirmək istərdim ki, mən sırf Barcelona keçməyini yox, həmin o Newcastle birinci oyunda göstərdiyi oyunun görmək istəmirdim. Amma Nou Camp'da tam əksinə oldu və vurğulamaq istərdim ki, əsas ikinci hissədə tam əksinə oldu və ondan başqa olaraq Newcastle-da gözəl bir oyun nümayiş etdirdi birinci hissədə. Bəli, birinci hissədə və Yamal'in ikinci qolda topu itirməyinə harca Barcelona bəlkə də özünü belə deyək də narahat hiss elədi. Gol Razivalko deyirlər ruslar və ikinci hissə başlayan kimi 2 dənə dalbadal qolla Barcelona oyunu həll elədi. Barcelona bu oyun doğrudan da ikinci hissəni super oynadı. Barcelona sayağı oynadı. Barcelona sayağı hesab eləsək ki, müdafiəsində problem var idi və son qapıçısı da zədələndi. Onda hesab 7-2 idi, amma yenə də qapıçı da zədələndi. Barcelona Nou Camp'dakı aurası və Nou Camp'da özünü tam başqa bir klub kimi təqdim etməyə də doğrudan da xoş deyə bilər ki, İspaniyanın Galatasarayıdır. Yox, deyə bilərəm ki, əsas odur ki, İspaniya La Liqasının 3 dənə oynayan komandası Premier Liqa komandalarını uzaqlaşdırdı və həmişə qədəhəli olsun. Yəni analizin baldı. Amma ki deyilən sağlığı. Deyilən sağlığı. Amma ki o əvvəldə dediyi kommentlərdə mənə yazdılar. Orada əslində orada söyüş yəsi oldu. Bəli. Mən belə Barcelona görmək istəmirəm. Burada deyir. Mən deyirdim ki, Gülçə Sıvadı da mən həmin günkü Barcelona görmək istəmirəm. Bəlkə orada da vurulamış. Ona göt qorxusunda. Bu sualı uşaqlara vermişdim. Madem ki, Murad sənlə də tanış olduq, o sualı sənə də vermək istəyirəm. Sadə bir sualdır. Newcastle nəyə hazır Çempionlar Liqasının 8-də bir finalını Tottenhamda əlavə edir. Və mən 7-2-dən sonra demirəm. Mən birinci oyundan sonra bunu deyirdim yəni. Ki bu qədər şans yaradasan, rəxit oyunçularla bunu yaratmayansa, bu qolları Hamısı reallaşdırmayansa. yeni formatın zibilləri. Çünki fərdi sahibkarlarla oynayırlar da liqa mərhələsində. Əgər o İngiltərin 4-cü, 5-ci komandası olsaydı hər dəsə hə, amma 12-ci yerdə gedən komandadan Keçən il 5-ci komandası nə qədər keçən fakt indiki forması 12-ci Tottenham yerdədir. mövsümün əvvəlində pis gündədir, amma 8-likdə yekunlaşdı liqa mərhələsində. Yox, Liga Avropadan gəlir. Sualı da elə versən Premier Liqa axı çatdı. İndi olur. Çatdırmağa çalışırmısın? Çətin vəziyyətdədir. Premier Liqa biraz uzun temadır. Premier Liqa pis vəziyyətdə. Məncə ona görə ayrı bir veriliş çəkərik. Ona görə deyirdim ki, bəs bu oyunlara baxanda Leverkusen Arsenaldan başqa bütün oyunlarda böyük hesablı nəticələr var və bu o deməkdir ki, yeni formatda olan boşluqlardır bu. Yəni bunu nətərsə bir düzəldim. Mən baxın da bir arada məndən məsləhət alın. Infantino'da, Michel Platini kim qalıb orada köhnələrdən. İndi 4-də 1-ə baxırsan, heç biri. 4-də 1-ə baxandan sonra başa düşürsən ki, Çempionlar Liqası başlayır. Play-off burada başlayır. Bir dənə Sporting Mən Arsenal Barcelona Atletico maçına baxıram. Mən La Liga 17-ci turda
danışır yəni. Möhtəşəm Atalanta yoxdur, möhtəşəm oyunlar yoxdur. Bu bilmirəm bu 7-2 nədir də qurban olsun da yəni. Kimsiz siz? Yəni Amma Newcastle Bavariyada dirəşdi. 8-2 Gəl eləmişdi Newcastle- düzdür, amma o başqa bir söhbət. Gəl Newcastle biraz müdafiə edək. Newcastle gücü 3 çatdı time bir oynadı da. 3 time oynadı. Üç time. Orada bir sən necədir? Orada bir ki 4 tane oynamaq. Rosa Newcastle doğrudan da hər bir halda belə deyək də halaldır ki, azından bir 3 time olsa Məncə da. haramdır qardaşım. Sözü kəsirəm bağışla. Yo, üç tane Nəyə olsa- haram? Yox, İspaniya liderinə qarşı oynayır. Bəli, 7-2 ulduzlu sən Başa düşdümü? Sən öz çempionatında Qardaşım, 12-ci yerdə gedən gedirsən komanda İspaniya UEFA lideri ilə oynayırdı. UEFA binasına gəlsən ki, UEFA binasına gəlsən. Mən bir də bu Qardaş, mən dəstək bura eləməyəcəm. getmirəm. Mən niyə deyil də bura. Orada düşdü. Amma onda deyirsən La Liga kimi olsun da, ancaq Atletico, Real, Barcelona keçsin. Barcelona. Bəs bilirlər. Bəs Salmamış səfəri. Valencia var idi, Canizares deyir. 2000-ci ildə. Ortada prosta Newcastle doğrudan 3 time'ı pis oynamadı, amma Barcelona yenə də öz səviyyə Bu fərqini oyunda birinci göstərdi. time'da Newcastle ortada Barcelona'nı yemişdi. Barcelona vurduğu 2 dənə gol, yəni şans əsəri bir gol oldu. Birində müdafiəçi sürüşdü, o birisində elə ona oxşar bir moment oldu. Amma ikinci hissədə biz hətta birinci hissədən sonra danışırdıq. Dedik ki, Barcelona'nın bu Newcastle'ı keçməyin yeganə şansı ikinci hissədə çıxıb Newcastle'ın meydanında, yəni öz tərəfində boğmaqdır. Bunu da elədi. Burada da Ələkbərin həyatını Yox, boğdu da. Boğdu Newcastle. Yox, 7-dən çox vurmalıdır. Bəli. Bu 7-dən çox vura bilərdi yəni. Hələ bu tam deyildi də, bildiniz onu. Hələ 10 dənə var. imkan ver, Buyur qardaşım, buyur. Ələkbərin həyatının mənası var, Pedri adı. Orada bu dəfə demək istəyirəm ki, daha yaxşı oynadı. Halal onu. Başım Muradın tələbi ondan ibarətdir ki, Brentforddan Brighton növbəti çempionatı görək ki, Barcelona oynayanda deyə bilirsin ki, Premier Liga 10-cu komandasına dəyişdi. Rəqsim gəlsin. Rexham, hələ Rexham bir gəlsin bir Premier Ligada oynasın. Bunlar promoya girir. Onlar oynaya bilir, Championship. Rexham hal-hazırda dünyanın ikinci ən güclü liqasını oynayır. Championship-da oynayır. Ondan sonra Mən bir dənə söz deyim, gəl keçək növbəti bir blokumuza. Əsas odur ki, gəl Premier Liqadan 20 komanda gəlsin. La Liqada 3 komanda ilə onsuz onları udacaq. Axırda çempion Mən tək sanmıyorum. Son 10 ildə La Ligadan 3 dənə Çempionlar Liqası qalibi var imiş, mənim xəbərim yox imiş. 3 dənə yox. Orada nə Real 5 dənə, amma bir klubdan. Bir klubda. Olsun. Real ilə Çempionlar Liqası da o da var. Ha, bu qədər. Növbəti. Çox obyektiv analiz gedir bu oyunun. Çox obyektivdə heç şey olmur ki, biz hansısa komandaları keçdik və əlbəttə ki, biz qəbul etməliyik ki, yəni son 7 il ərzində 6 dəfə City-nin qalib olduğu liqa çox rəqabətli bir çempionatdır. Biz isə keçirik növbəti və son böyük blokumuza. Bu blokumuzda Çempionlar Liqasının qalan maçlarını müzakirə etmək istəyirik, amma bundan qabaq yüngülvari anonsumuz var. Ali Futbol yox. Var arxası YouTube kanalında ən yaxın zamanda möhtəşəm yeni formatlı verilişimiz çıxır. Hələ ki formatı fikirləşməmişik, adı da yoxdur, amma Fərman necə onu deyir? Şəxsi Çempionlar Liqası. Bəli. Onu ad da olar. Prezidenti olar. Format yaxşı olsa Başım gördünüz. babamın adını verəcəm. Başa düşdüyünüz kimi elə format yoxdur, elə anons yoxdur. Elə möhtəşəm bir şeydir də, gözləyin, izləmədə qalın hər halda və uşaqlar, deməli, Tottenham Arsenal deyil oyunu. Tottenham'ın oyunu, Arsenal'ın oyunu və əlbəttə ki, Bavariya, Atalanta onu axırda müzakirə edəcəyik. Və Murad, üzr istəyirəm sualıma görə, Tottenham'ın nəyə itaasıb 8-də finalda? Tottenham heç Premier Ligada da itaat edir. Yəni Yavaş-yavaş gedir Rexham'dan dəyişməyə gedir. 100%. Tenis oynamaya gedir. Dünyanın ikinci ən güclü liqasına. Həqiqətən Tottenham Arsenal, niyə Tottenham Arsenal? Nə vaxt oynayır Tottenham Arsenal? Oynayır. Arsenal mənə elə gəlir ki, keçən ildən dilində qalıb sənin. Yəqin ona görə. Üzr istəyirəm. Vəziyyət o qədər acizdir ki, sonunda vəziyyət acizdir ki, Arsenalı məcbur soxur ortaya. Yox, sən sadəcə olaraq Arsenaldan Murad, yaxşı Arsenalda sual verim. Biz gedəydik burası. Tenis oyuncuları burada. Yaxşı, son sualımdır. Buyur. Arsenalın 8-də 1 finalda nəyə itaasıb? Arsenal da yox da qardaşım da. Yox, Fərdi Safiran oyunu bəli. Ayda. Yaxşı, uşaqlar bu üç oyun haqqında fikirləriniz. Amma Bavariya Atalanta deməyin onun axırda. Qısaca ki oyun haqqında onu da deyim ki, Arsenal Leverkusen meydançasında udmalı idi, belə deyək, çox rahat şəkildə və onu da etdi.
Orada Arsenal danışılası oynadı, gözəl qollar vurdu. Yox, orada danışılası Özcan qolu yox, çox olsun nə gözəl. Demək istəyirəm ki, qeyri-adi bir şey etmədi. Udmalıydı və Arsenal sezonun əvvəlindən qeyri-adi bir şey. Hə, o da var. Yəni çox qrup primitiv futbol. Arsenal 3 ildir oje qeyri-adi bir şey. Biraz geçsə. Amma ikinci oyuna gəldi Tottenham Atletico Madrid. Tudor'a bir dənə sualım var ki, sən uduzmasan birinci oyun 5-2 və taktiki skem çıxır 5-4-1. Hücum oynamaq. Xorvat dilində verdi sualımı. Bax. Yox, indi aşağıda subtitrlər çıxacaq. Xorvat, elə xorvat olur. Xahiş edirəm. Bu bilir ki, var ki 5-2 uduzu. Mənim xəbərim yox Məncə nəysə. Atletico xəbəri yox idi ki 5-2 oldu. Çünki 7-0 olsaydı belə gəl bir avtobus Amma oynayırsa ki, Mən bilmirəm ki, vəbşə məsciddir. Amma gəl obyektiv danışaq ki, Atletico Madrid başa düşəndə ki, hardasa vəziyyət qəlizləşir. Qolların vurdu və çox rahat. Çox rahat çıxmışdı zaten. Atletico Madrid avarajla çıxmışdı. Baxmaya da, yəni yenə də oyun olaraq biraz qeyrət, namus göstərdi Totur. Görsən Atletico gördü ki, hardasa o yanıq iyi gəlir oje. Nəysə, biraz Burada da əzdi də, biraz İlhan da o başını var əzdi. ki, birinci oyunda o Vicarionu niyə buraxmamışdı? Son 30-cu dəqiqədə buraxdı. Yəni o Orada 5 yeyinti olub məsələn. Başqa variantı yoxdur. Yedi demişkən, Tudor'a yedi kimdir qaqa? Tapsın Mənim mənə maraqlıdır. dedi. Adam yəni heç nədən gəldi, Juventusun baş məşqçisi oldu, Tottenhamın o baş məşqçisi. işə düzəltmə agentliyində bir dənə tanışı var. O normal onu soxur. Məncə elə- Marseille, Galatasaray, Juventus, yəni hara Məncə elə işsizlikdən verilən baş məşqçisidir o. Yəni o cürə faildan sonra Juventusda yəni bu getdi Totuşda o nə bilim. Məncə əsas komandamıza keçək də. çox sağ olun ki, Arsenal və Tottenham haqqında dərin fikirlərinizi bildirdiniz. Şəhərlərdə bizə uşaqlar qeyd edirlər ki, bəs Bavariyanı müzakirə etmirsiniz. Mən təklif edirəm ki, nəzərə alaq və ənənəyə sadıq qalaq, yəni Bavariyanı müzakirə etməyək, növbətlə müzakirə edərik. 4-1 final artıq formalaşıb. Bavariya Realla qarşılaşır. Liverpool PSG ilə, digər tərəfdə sağ tərəfdə isə La Liga 18. Bavariyanın hər hansı bir şəxsi qələzi yoxdur, sadəcə olaraq Hər iki rəqibi yoxdur, rəqibi olacaqdır növbətdə. Yox, nə vaxt Növbəti oynasa, turdan nə vaxt artıq nə vaxtsa futbol komandası ilə oynasa, onda bizim Xahiş edirəm Bavariyadır. Bəli. Sağ tərəfdə isə La Liga 18-ci turu Barcelona Atletico Madrid maçıdır və əlbəttə ki Arsenal Sporting. Bu oyunları biz növbəti Çempionlar Liqası podkastımızda müzakirə edəcəyik. Siz isə Ali Futbol Varaqası sosial şəbəkələrdə bizi izləməyi unutmayın və ən əsası ümumiyyətlə izləmədə qalın. Çox sağ olun. Sağ olun.